Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Əhl-i Beytin aleyhimussalam məhəbbəti istər Qur'an-ı Kərimdə, istər hədislərdə olsun, həm Şiə mənbələrində, həm Əhl-i Sünnə mənbələrində, hətta Vəhabilərin mötəbər bildikləri kitablarda və hədislərdə açıq-aşkar qeyd olunub və bütün ümmətə qeydsiz, şərtsiz Əhl-i Beyti aleyhimussalam sevmək əmr edilib. İstər Qur'an-ı Kərimdəki ayə olsun ki, İslam Peyğəmbərinin sallallahu aleyhi və aleyhi və səlləm dilindən buyurulur ki, mən sizdən risalətimin müqabilində Əhl-i Beytə məhəbbətimdən başqa heç nə istəmirəm. O məzmunda bir ayə var. Halbuki digər Peyğəmbərlərin dilindən də həmin cümlə işlədilib və lakin digər Peyğəmbərlərin dilindən Əhl-i Beytimə məhəbbət sözü gəlməyib. Sadəcə gəlib ki, mən bu risalətin müqabilində sizdən heç bir muzd, heç bir qarşılıq istəmirəm. Amma İslam Peyğəmbərinin sallallahu aleyhi və aleyhi və səlləm mübarək dilindən, yəni Qur'an-ı Kərimdə Peyğəmbərin dilindən buyurulur ki, Lə əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Öz yaxınlarıma məhəbbətdən başqa risalətimin müqabilində, təbliğatımın müqabilində sizdən heç bir şey istəmirəm. Və biz hədislərə də müraciət eləyəndə görürük ki, Əhl-i Beytin aleyhimussalam məhəbbəti bizə vacib edilib. Nəinki şiə mənbələri öz yerində, Vəhabilərin hətta etibar etdikləri, səhih hesab etdikləri rivayətlər mövcuddur. Məsələn, bu rivayətlərin biri Əs-Silsilətü Sahihə kitabında gəlib, Əbu Hüreyrədən nəql olunur. Əlbani bu kitabın müəllifidir, Vəhabi şeyxi. 2895 rəqəmli rivayətdir. Hədisin haqqında deyir ki, sahihun. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, mən əhəbbəhumə fəqad əhəbbəni və mən abğadahumə fəqad abğadani, ya'nil Həsənə vəl-Hüseyn aleyhissalam. Hər kim o ikisini sevsə, məni sevib, hər kim o ikisinə boğz etsə, düşmənçilik etsə, nifrət bəsləsə, mənə düşmənçilik eləyib, mənə nifrət edib. Yəni, İmam Həsən və İmam Hüseyn aleyhissalam nəzərdə tutulur. Şiə mənbələri də ki, öz yerində. Və bizim bəzi hədis kitablarına müraciət eləyəndə orada görürsən ki, hətta İmam Hüseyni aleyhissalam su içərkən yad eləyən şəxsə belə savab var. Şeyx Saduq rahiməhullah Əl-Əməli kitabında Müəssisətül Bi'sə tərəfindən təhqiq olunub bu kitab. Kitabın 205-ci səhifəsində belə bir rivayət qeyd olunur. Buyurulur ki, İmam Sadiq aleyhissalam buyurur ki, İnni mə şəribtu məən bəridən illə və zəkərtul Hüseynə. Deyir, mən hər zaman soyuq su içəndə İmam Hüseyni yada salıram. Və mə min abidin şəribəl məə fəzəkərəl Hüseynə aleyhissalam və lə'nə qatiləhu illə kətəbəllahu ləhu 100,000 həsənətin və məhə anhu 100,000 səyyiətin. Buyurur ki, hər kəs su içsə, hər bir qul, hər bir kəs su içsə və İmam Hüseyni zikr etsə, yada salsa və onun qatilini lənətləsə, Allah Azza və Cəllə onun üçün 100.000 həsənə savab yazar, 100.000 və onun 100.000 günahını, pis işini aradan aparar. Və bu məzmunda başqa kitablarda da rivayətlər mövcuddur. Baxın, hətta İmam Hüseyni aleyhissalam su içərkən, susuz çünki şəhid edilib, su içərkən yada salmaq və qatilini lənətləmək savabdır. Bu bizim gözəl vətənimizdə də, həmçinin digər ölkələrdə, şiə ölkələrində olduğu kimi, bizdə də belə bir adət var. İndi kimsə hədisi bilir və buna əməl etmək niyyəti ilə lənət edir İmam Hüseyni aleyhissalam qatillərinə və Yəzidə. Kimsə də hədisi bilmirsə də öz atasından, babasından bu cür görüb və şiədir, İmam Hüseyni aleyhissalam məhəbbəti var, qatillərinə nifrəti var deyə başda Yezid lənətullah aleyh olmaqla İmam Hüseynin qatillərini lənətləyir. Amma bu təəssüflər olsun ki, biz İmam Hüseyni sevirik deyən Vəhabilərə pis təsir edib.
Onlar utanmadan, abır həya etmədən bir yandan İmam Hüseyni sevdiklərini deyirlər, digər yandan isə əxlaqsızlıq və tərbiyəsizlik eləyib bu işi yerinə yetirən insanlara anormal insan hesab edib təhqir edirlər. Deyirlər ki, bu anormallıqdır, şizofreniyadır və s. Amma o lənətdir və s. o ümumiyyətlə əhlüsünnə müvafiq deyil. Xas olan sifət deyil. Yəni biz su içəndə qutarıq, deyirik Allah, elhamdülillah. Yəni elə firqə var deyir ki, Allah yesin əliniz. Bağırdın ya axı, elhamdülillah elə. Elə adamlar var. Məsələn, ola bilər bilsən, o hələ adamlar əslən anormal adam olur. Yəni xəstə adamlar olur. Yəni xəstədirlər, psixoloji problemlər var. Məsələn, şizofreniya növləri var axı. Manipülasiyoniya. Mən xəstə baxıram hələ adamlara. Həm də bu arvada xas olan sifətlərdir. Arvada xas olan sifətlərdir. Yəni kişi ait sifətlərdən deyil bu. Yəni daima lənət eləmək. Əslində şizofreniya sizin özünüzdə var ki, məlun bir Yezid, hansı ki əhl-i-sünnə alimləri də hətta onu bəziləri lənətləməyə caiz biliblər. Siz xəbislər isə məlun Yezidin vəkilliyini edirsiniz və bu sizin xətrinizə deyir. Niyə görə? Ona görə ki, qarnınız haramla doludur. Biz dünənki söhbətimizdə qeyd etdik ki, İmam Hüseyin aleyhisselam hədislərin birində, kitabların birindən hədis oxuduq ki, Biharul Ənvar kitabında 45-ci cild səhifə 8-də bir rivayət oxumuşduq ki, İmam qoşuna deyir ki, kullukum asin li əmri qeyru mustami'in qavli fəqad muliət butunukum minəl hərami və tubi'a alə qulubikum. İmam buyurur ki, siz hər biriniz isyankarsınız, mənə itaat etmirsiniz, sözümü eşitmirsiniz, qarınlarınız haramla dolub və qəlblərinizə möhür vurulub. Həmin şəxslər ki, şiələri təhqir edir, anormal hesab eləyir, o şəxslərin haqqında YouTube'da görsəniz, öz dostları, keçmiş tanışları, onun arxasında dayanıb namaz qılan insanlar belə həmin şəxsin fırıldaqçı olduğunu qeyd edirlər, neçə min pul atır cəmaata, həmçinin malqara şəriki olduğu başqa bir vəhabi də səs yazısı qoyub paylaşmışdı ki, bu adam fırıldaqçıdır, bizim malqaramızı satır, pulunu vermir və s. Bu kimi dava dalaşlarını da YouTube'a qoymuşdular. Baxın, haram yeməyin nəticəsi budur. Haram yeyən insan, bunun malını mənimsəyən şəxs, təbii ki, onun qəlbində İmam Hüseyin aleyhisselam məhəbbəti olmayacaq, əksinə Yezidə onun qəlbində məhəbbət olacaq. Deməli, bu insanların xətrinə deyib ki, şiələr su içəndə İmam Hüseynə səlamullah əleyh deyir və yaxud əssəlamu aleykə ya Əbə Abdillah deyir və Yezidə lənətləyirlər. Yezidi lənətləyirlər və həmin şəxsləri anormal hesab edirlər. İndi mən bir məsələyə toxunacağam. Siz burada Vəhabilərin ən səhih hesab etdikləri Sahihul Buxari kitabının müəllifi olan Buxarinin ricalından olan, şeyxlərindən, ravilərindən olan bir şəxsin necə şizofren olduğunu görəcəksiniz. Silsilətül Əhədisi Sahihə kitabına müraciət edirik. Vəhabi Şeyxi Əlbaninin kitabıdır. 7-ci cildə müraciət edirik. Məktəbətül Məarif lin-Nəşr və Təvzi' tərəfindən çap olunan nüsxə Riyaz çapıdır. 7-ci cild səhifə 693. Əlbani bir kəsin adını çəkir. Deyir, və Həriz ibn Osman. Həriz ibn Osman adlı birinin adını çəkir. Huvvar Rahabi Əl-Humsi. Rəhbədəndir. Hums adlı yerdəndir, Humsidir. Deyir, və huvə thiqətun min ricalil Buxari. Bu şəxs thiqədir, etibarlı şəxsdir. Buxarinin ricalındandır, Buxarinin şeyxlərindəndir. Birisi də Buxarını səhih hesab edirlər. Səhih də odur ki, onun raviləri ədalətli insanlardırlar, fasıq deyirlər, günahkar deyirlər, etibarlı insanlardırlar. Sonra Əlban deyir ki, وَلَكِنَّهُ كَانَ يُبْغِدُ عَلِيًّا أَبَغَدَهُ اللّٰهِ. Deyir, və lakin bu adam Əliyə buğz edirdi, Əliyə nifrət edirdi, Əliyə düşmənçilik edirdi. Allah ona buğz etsin. Deməli, Buxarinin şeyxi İmam Əli əleyhisselam düşmənçilik edirdi. Necə? Təhdib kitabına müraciət edirik. Əhl-i-sünnə alimi İbn Həzər Əl-Əsqalaninin kitabıdır. Təhqiq Şeyx Adil Əhməd Abdülmavcud və Şeyx Ali Muhammed Muavvaz. 1-ci cildə müraciət edirik. Darul Kutub el-İlmiyyə tərəfindən çap olunan nüsxə. Səhifə 697-də həmin şəxsin adını çəkir. Həriz ibn Osman ibn Cəbr ibn Əhmər Rəhəbi Əl-Himsi. Gəlir 700-cü səhifədə bu şəxsin haqqında görün nə deyir. Deyir, Qeylə li Yəhyə ibn Salih.
Yahya ibn Salih adlı bir şəxsə dedilər, deyildi. Limə ləm təktub an Həriz? Niyə Hərizdən bir şey yazmırsan? Fəqalə keyfə əktub an rəculin salleytu ma'hul fəcrə 7 sininə fəkənə la yəxrucu minəl məscidi həttə yəl'anə aliyyən 70 mərrə. Deyir, necə bir şəxsdən mən rivayət nəql edeyim ki, onun haqqında yazım ki, onunla sübh namazı qıldım 7 sinin, 7 il. Fəkənə la yəxrucu minəl məscidi həttə yəl'anə aliyyən 70 mərrə. Deyir ki, 70 dəfə nəuzu billah İmam Əlini lənətləmədən bu adam məsciddən çıxmırdı. Təsəvvürlə sübh namazını qılandan sonra 70 dəfə İmam Əliyə lənət demədən bu adam məsciddən çıxmırdı. Allah ona lənət eləsin. Ona bu barədə deyiləndə dedi ki, huvəl qati'u ruusa əbai və əcdadi. Deyəndə ki, sən niyə görə əlini lənətləyirsən? Deyir ki, o mənim babalarımın və atalarımın başını kəsən şəxsdir. Yəni bu adam xəvaricdir əslində, nasibidir. Allah ona lənət eləsin. Və Buxari bu adamı adil hesab edir, siqə hesab edir. Yəni mömin insanı hesab edir və bundan rivayət nəql edir. Baxın, Buxarinizin şeyxi şizofrendir, anormaldır, xəbisdir, sizin xəlifənizi lənətləyir. İndi siz xəbis deyilsinizsə, şizofren deyilsinizsə, bundan ötürü çıxın, Buxariyə nöqsan tutun və deyin ki, niyə görə sən İmam Əlini əleyhissalam lənətləyən şizofren bir şəxsdən rivayət nəql eləmişsən və biz də illərlə insanlara, sünnilərə, vəhabilərə sırayırıq ki, bu kitab səhih kitabdır. Halbuki ravilərin içində görün necə insanlar var. Biz bundan qabaq da Buxarinin bəzi raviləri haqqında danışmışdıq. İnşallah Teala bundan sonra danışıb bəzilərinin necə olduğunu sizə göstərəcəyik. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.